1 yanvar. Qoç. Yeni ilin ilk günü sənin üçün motivasiya və yenilənmə hissi ilə başlayır. Sanki içində yeni bir enerji var və gələcəyə daha cəsarətlə baxırsan. Günün ilk yarısında sakit qalmaq və planlarını düşünmək faydalı olacaq. Tələsmədən addım-addım irəliləmək bugün üçün ən doğru seçimdir. Axşama doğru əhvalın yüksəlir və yeni məqsədlər qurmaq istəyi artır. Keçmişi arxada qoymaq sənə yüngüllük gətirir. Bugün özünə verdiyin sözlər gələcək üçün vacib ola bilər. Yeni il sənə güc və iradə verir. Buğa. 1 yanvar sənə sakitlik və daxili rahatlıq hissi gətirir. Yeni ilin ilk günü səs-küydən çox güvənli və tanış bir mühit istəyə bilərsən. Keçən dövrdə etdiklərini düşünmək və özünlə qürur duymaq üçün yaxşı zamandır. Gün ərzində ailə və yaxınlarla vaxt keçirmək sənə istilik verəcək. Axşam saatlarında isə yeni ilə dair real və möhkəm planlar qurmaq istəyi arta bilər. Səbirli yanaşman bu ildə sənin ən böyük üstünlüyün olacaq. Əkizlər. Yeni ilin ilk günü sənin üçün düşüncə və ünsiyyətlə doludur. Beynin aktivdir, yeni ideyalar və planlar bir-birini əvəz edir. Gün ərzində dostlardan gələn mesajlar və söhbətlər əhvalını yüksəldə bilər. Axşama doğru bir mövzu üzərində daha ciddi düşünmək ehtiyacı hiss edə bilərsən. Bugün verdiyin qərarlar gələcək addımların üçün ipucu ola bilər. Yeni il sənə öyrənmək, paylaşmaq və inkişaf etmək fürsəti gətirir. Xərçəng. 1 yanvar duyğusal və sakit bir enerji daşıyır. Yeni ilin ilk günü səni daxili dünyana yönəldə bilər. Ailə, ev və yaxın münasibətlər ön plandadır. Gün ərzində sevdiklərinlə olmaq sənə güvən və rahatlıq verəcək. Axşam saatlarında isə gələcək üçün daha ümidli düşünməyə başlayacaqsan. Daxili hisslərin bugün sənə doğru yolu göstərəcək. Yeni il sənin üçün sevgi və emosional tarazlıq vəd edir. Şir. Yeni ilin ilk günü özünü daha enerjili və inamlı hiss edə bilərsən. Sanki yeni başlanğıc sənə güc verir. Gün ərzində diqqət mərkəzində olmaq xoşuna gələ bilər, amma bunu təbii şəkildə yaşamaq daha faydalıdır. Axşam saatlarında sevdiklərinlə birlikdə olmaq və paylaşmaq səni daha da motivasiya edəcək. Yeni il sənə özünü ifadə etmək və parlaq olmaq üçün imkanlar açır. Qız. 1 yanvar sənin üçün sakit düşüncə və planlama günüdür. Yeni ilin ilk günü hər şeyi birdən yoluna qoymaq istəyə bilərsən, amma özünə qarşı yumşaq ol. Gün ərzində xırda detalları düşünmək və plan qurmaq sənə rahatlıq verəcək. Axşam saatlarında isə dincəlmək və zehni yüklənmədən uzaqlaşmaq vacibdir. Yeni il sənə daha sadə və balanslı yaşamağı öyrədə bilər. Tərəzi. Yeni ilin ilk günü harmoniya və balans axtarışı ilə keçir. Ətrafındakı insanlarla münasibətlərə daha çox diqqət yetirəcəksən. Gün ərzində xoş bir söhbət və ya səmimi ünsiyyət əhvalını yüksəldə bilər. Axşam saatlarında isə özün üçün sakit və estetik bir mühit yaratmaq istəyi arta bilər. Yeni il sənə daxili tarazlıq və emosional rahatlıq gətirir. Əqrəb. 1 yanvar sənin üçün daxili yenilənmə günüdür. Keçmişi geridə qoymaq və yeni səhifə açmaq istəyin güclüdür. Gün ərzində dərin düşüncələr və səssiz qərarlar verə bilərsən. Axşam saatlarında isə içində bir yüngüllük hissi yaranacaq. Yeni il sənə daha güclü, daha şuurlu və daha məqsədli olma fürsəti verir. Ox atan. Yeni ilin ilk günü sevinç və ümid doludur. Gələcəyə baxışın genişdir və yeni planlar qurmaqdan zövq alırsan. Gün ərzində pozitiv enerjin ətrafındakı insanlara da təsir edəcək. Axşam saatlarında isə hərəkətlilik və xoş ünsiyyət ön plana çıxa bilər. Yeni il sənə yeni yollar, yeni təcrübələr və geniş imkanlar gətirir. Oğlaq. 1 yanvar sənin üçün məqsədləri müəyyənləşdirmə günüdür. Yeni ilin ilk günü gələcək planlarını daha ciddi şəkildə düşünə bilərsən.
Gün ərzində səbirli və planlı davranışın sənə güvən hissi verəcək. Axşam saatlarında isə biraz rahatlamağa və özünlə qürur duymağa vaxt ayır. Yeni il sənə zəhmətinin qarşılığını almaq fürsəti verir. Dolça. Yeni ilin ilk günü fərqli düşüncələr və yeni ideyalarla başlayır. Azadlıq və yenilik istəyi güclüdür. Gün ərzində maraqlı bir fikir səni həyəcanlandıra bilər. Axşam saatlarında dostlarla ünsiyyət və ya sevdiyin məşğuliyyət sənə enerji verəcək. Yeni il sənə dəyişiklik və yenilənmə gətirir. Balıqlar. 1 yanvar sənin üçün ruhani və sakit bir gündür. Yeni ilin ilk günü hisslərin daha dərin ola bilər. Gün ərzində özünlə baş-başa qalmaq və düşünmək istəyə bilərsən. Axşam saatlarında isə sevgi dolu bir mühit sənə rahatlıq verəcək. Yeni il sənə daxili sakitlik, şəfqət və ümid gətirir. Öz hisslərinə güvən.